Mağaza müdürü kimi satış sahəsində uğur qazanmaq üçün hər bir işi diqqətli və məsuliyyətli görməlisən. Əməkdaşlarla birgə çalışmaq, müştərilərlə gülərüz münasibət və mağazada yüksək keyfiyyətli xidmət göstərmək mənim üçün ən önəmli prinsiplərdir. Gülmalı Mikailov, 31 yaşı var. Ailəlidir, bir övladı var. Əvvəllər müxtəlif sahələrdə çalışmışam, amma Arazdakı karyera imkanlarını tanışlarımdan eşitmişdim. Sahil qəsəbəsində yeni filialın açıldığını öyrənəndə özümü satış sahəsində sınamağa qərar verdim. Bu yeni başlanğıc mənim üçün həm maraqlı, həm də böyük bir fürsət oldu. 2018-ci ildə meyvə-tərəvəz satıcısı kimi işə başlayan Gülmalı, 2019-cu ildə mal qəbulçusu, elə həmin ilin noyabrında isə baş satıcı, 2022-ci ildə administrator vəzifəsinə təyin olunur. 2023-cü ildən isə o, mağaza müdiri kimi fəaliyyət göstərir. Meyvə-tərəvəz satıcısı kimi hər məhsulun təzəliliyini yoxlamalı, düzgün seçməli və müştərilərə gözəl təqdim etməlisən. Təşəbbüskarlıq və sevinclik satışın uğurlu olmasında önəmlidir. Komanda işi burada hər şeyin ürəkdən və birlikdə görülməsinə imkan yaradır. Araz supermarketlər şəbəkəsində olan əlverişli iş mühiti uğura doğru addımlamağa şərait yaradır. Mağaza müdürü kimi hər gün yeni üsullar və ideyalar tətbiq edirəm. Kampaniyalarda yüksək nəticə göstərmiş əməkdaşlara əlavə istirahət saatları verirəm. Bu da satışın daha da məhsuldar olmasına gətirib çıxarır. Qəhrəmanımız deyir ki, müştərilərlə münasibətdə səmimiyyət və diqqət hər şeydən önəmlidir. Hər bir sualı səbirlə cavablandırmalısan. Artıq 2 ildən çoxdur ki, bu filialda çalışıram. Burada uzun müddət işlədikcə müştərilər məni daha yaxşı tanıyır və aramızda səmimi bir münasibət yaranır. Zamanla onlar mənim üçün sadəcə müştəri deyil, sanki qonşu dost kimi olurlar. Vitrinlərin gözəl düzülüşü və səliqəsi müştərilərin diqqətini çəkir. Hər kəsin əməksevərliyi və bir-birinə dəstəyi işin keyfiyyətini artırır. Karyerasında zirvəyə çatmaq istəyən hər kəs Araza gəlsin. Burada həm öyrənmək, həm də bacarıqlarını göstərmək üçün geniş imkanlar var. Çalışqan və istəkli olanlar üçün uğur və inkişaf yolu açıqdır. Araza gəldim, Arazda böyüdüm.